Hörmətli TikTok izləyiciləri, mən Əliyev İlqar sizlərə müraciət edirəm və çatdırmaq istəyirəm ki, gördüyünüz bu Fatma, bu dələduz manyak maşenlik Fatma, oğru quldur Fatma, özünü dövlət qurumu kimi tətbiq edən Fatma, bax, mənim bu uşaqlarımın anasından, uşaqlarımın dayısından, uşaqlarımın dayısından, həm də kəndin bələdiyyəsindən, kəndin icra nümayəndəsindən, Pastıbaş Nurcanyan Nurəddindən, Etibardan, Meşdik Gədə-Qədəçə Tryapqadan, Hənifədən və sair və başqaları ilə əlbir olublar, rüşvət alıblar. 50.000 manat, 50.000 euro dollar alıblar ki, mən İlqarı qətlə yetirmək üçün. Niyə yetirmək üçün? Mənim qeyd etdiyim kimi, mən Əliyev İlqar İsmailoğlu, əslən Qərbi Azərbaycanlıyam, Basarkeçər rayonunun Qarayman kəndindənəm. Mənim Rusiya Federasiyasının Ulyanov şəhərində adıma ev olub, mənzilim olub. Həmin mənzili Bakı şəhər, Nərmanov rayonu, Hidayətzadə küçəsi 49-a mənzil 15-ə dəyişdiriblər. Hal-hazırda mənim əlimdə də sənəd var. Azərbaycan Respublikasının baş prokuroru, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı şəhər Nərmanov rayon icra hakimiyyəti, prokuroru, polisi, məhkəməsi, Milli Məclis təsdiqləyir ki, həqiqətən də mən Əliyev İlqar İsmailoğlu'nun Rusiya Federasiyasının Ulyanov şəhərindəki mənzilim xəbərim olmadan Bakı şəhər Nərmanov rayonuna dəyişdirilib. O şəkillərini göstərdiyim beyqriyyət, beynamus, yaramaz gədələr əlbir olublar. Mənim və mənim 2 balalarımın adımıza ölüm şəhadətnaməsi çıxardıblar, ölüm kağızı çıxardıblar ki, biz ölmüşük. Mən də mənim 2 balalarımdır. Mənim Rusiya Federasiyasındakı evimi Bakı şəhərinə dəyişiblər. Göygöl rayonunun Quşçu və Qarabulaq kəndindəki evlərimi əlimdən alıblar, saxta sənədlərlə, ölüm şəhadətnaməsindən ələ keçirdiblər. Mənim Göygöl rayonunun Quşçu kəndindəki bu evimi görüb söküb, həmin manyaklar, maşenliklər, dələduzlar, namuslarını hərraca qoyanlar əlbir olub mənim bu evimi söküb bu hala salırlar Quşçu kəndindəkini. Niyə? Mənim bu Quşçu kəndindəki evimdən mən Əliyev İlqar İsmailoğlu bir ədəd qızıl samovar tapmışdım, 3-4 kilo çəkisində, 2 ədəd qızıl kəmər tapmışdım. Biri kişi, biri qadın kəməri qızıl, bir ədəd qızıl çini tapmışdım, qızıl, bir ədəd də qızıl kasa tapmışdım, qızıl. Bütün bunların hamısını ələ keçirdiblər və mənim bu evimi də, Quşçu kəndindəki evimi də bu hala salırlar ki, burada yenidən yeni axtarış aparırlar qızıl tapmaq üçün, qızıl ələ keçirmək üçün. Bu beyquriyyətlər, bu meynamuslar, bu mehtilər, bu namuslarını hərraca qoyanlar, bu etibarlar, bu Pastıbaş Nurəddin, namuslarını hərraca qoyan Nurəddinlər, bu uşaqlarımın dayısı Varis, bu uşaqlarımın dayısı Aslan Hüseyin Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, bu uşaqlarımın anası Arifə, bu Fatoş, bu manyak, maşenlik, dələduz Fatma da həmin bu adamlardan 50.000, bəlkə də artıq evro alıblar, mənim öldürmək üçün, məni qətlə yetirmək üçün. Bəli, mən televiziya kanallarına çıxmışam, çıxaram, şikayət etmişəm, edirəm, haqqımı, hüququmu tələb edirəm. Ay Fatma, mən ölüm axtımı istəyirəm. Balalarımla özümün ölüm axtımı istəyirəm. Manyak, maşanlik, dələduz Fatma. Mən qızıllarımı istəyirəm, ay Fatma. Mən STV-yə çıxmışam dəfələrlə, STV televiziyasına. İndi Niyar xanımı orada pisləyirsiniz. Nə bilim nə, Amil Xəlilin verilişinə çıxmışam. Fatma, sən soğan yeməyibsənsə da, sən 50.000 euro dollar almayıbsənsə da bu gədələrdən. Manyak, maşennikin əkdə olduğu Fatma. Sən üçün niyə görünür? Sən niyə gətirib ortaya qatırsan, mən arvad alınmışam. Bəli, almışam, alıram. Və sən niyə axtarırsan televiziya kanallarında çıxıb? Lalə Azərtacın verilişində çıxıb. Orada özünə
ər axtarsan, deyirsən ər, Şəfiqə xanımın, vəkil Şəfiqə xanımın dilini qadasını alım. Görsəm orada sənə cavabını nətər verir ki, sən ər axtarsan, sən Fatma. Fatma özünü yığın at manyak maşinini. Sənin bacılarını alıb buraxmışam Fatma. Sənin əmin qızlarını, dayın qızlarını, xalan qızlarını, maman qızlarını alıb boşamışam Fatma. Özünü yığın at yarranmaz murdar, rüşvətxor korrupsioner. Mən televiziya kanallarında da demişəm. Mən yazılı surətdə, mən İlqar yazılı surətdə prezidentə də, Mehriban xanıma da, insan hüquqlarına da, Konstitusiya məhkəməsinə də, Daxili İşlər Nazirinə də, prokuroru, baş prokuroru da, Ədliyyə Nazirliyinə də, Milli Məclisə də, Milli Məclisin millət vəkillərinə, spikerinə də müraciət eləmişəm. Görək, sən haranın manyak maşennik, oğru quldusu, rüşvətxorsan, özünü çıxıb reklam edib, özünü ər axtarsan. Sən saxlayan varmı, yayın sabun varmı? Neçə çəkib səni qışlarına bağlamır? Hələlik bu qədər, dalında danışacağım sonra.